Amerika Birləşmiş Ştatlarının yaxın şərq siyasətində yeni mərhələnin konturları görünməyə başlayır. İranla müharibənin yaratdığı hərbi və strateji reallıqlar Vaşinqtonu bölgədəki qüvvələrinin yerləşmə modelinə yenidən baxmağa vadar edir. The Washington Postun yazdığına görə Pentaqon İranın zərbələrinə məruz qalan Fars körfəzi ölkələrindəki ABŞ hərbi kontingentinin azaldılması və bəzi qüvvələrinin daha təhlükəsiz mövqelərə köçürülməsi variantını qiymətləndirir. Burada söhbət xüsusilə Yordaniya, İsrail və Səudiyyə Ərəbistanı kimi istiqamətlərdən gedir. Donald Trumpın İranla bağlı sərt ritorikası fonunda Vaşinqtonun bölgədəki hərbi iştirakını azaltmağa hazırlaşması diqqət çəkən məqamlar arasındadır. ABŞ hətta müəyyən mənada belə bir görüntü yarada bilər ki, ən azından müharibədə maraqlı deyil və bu səbəbdən də danışıqların aparılması, bunun üçün də birbaşa diplomatik yolla olmasa da belə vasitəçilərin geniş iştirakı ilə istər Pakistan olsun, istər Oman olsun. Amma bu qətiyyən o demək deyil ki, Amerika Birləşmiş Ştatlarının mövqeləri zəifləyir. Çünki Hörmüz boğazı ətrafında gedən biz proseslərə diqqət yetirsək, görərik ki, ABŞ tərəfindən orada təşkil olunmuş blokada davam etdirilməkdədir. Birləşmiş Ştatların hərbi mövcudluğunun azaldılması ehtimalı artıq Vaşinqtonda müzakirə olunan real ssenarilərdən biridir. Lakin burada əsas məsələ ABŞ-nin yaxın şərqdən tamamilə çəkilib çəkilməyəcəyindən daha çox, bölgədəki hərbi qüvvələrinin miqyasını və yerləşmə formasını dəyişib dəyişməyəcəyidir. İranın zərbələri nəticəsində körfəzdəki ABŞ bazalarına dəyən zərər, hərbi texnikanın itkiləri və döyüş sursatı ehtiyatlarının azalması belə bir qərarı hərbi baxımdan da gündəmə gətirir. Vaşinqton üçün qüvvələrin bir hissəsinin körfəzdən çıxarılması və Yordaniya, İsrail və ya Səudiyyə Ərəbistanı kimi istiqamətlərdə yenidən yerləşdirilməsi həm təhlükəsizlik, həm də strateji baxımdan daha məntiqli alternativ kimi nəzərdən keçirilə bilər. Bu baxımdan ABŞ-nin yaxın şərqdə hərbi mövcudluğunu azaltmasının nə dərəcədə real olduğu və belə bir addımın Vaşinqtonun regiondakı təsirinə necə təsir edəcəyi xüsusi əhəmiyyət daşıyır. Amerika Birləşmiş Ştatları həmin bazaları İrana yaxın ərazilərdən geriyə köçürməklə əslində NATO-nu prosesə cəlb etmək istəyir. Yəni İran da təsadüfi deyil ki, artıq Sepah səviyyəsində bəyan olunur ki, Amerika bazaları həmin ərazilərdə olmazsa, o zaman Amerika Birləşmiş Ştatlarının üzv olduğu NATO-nun bazalarını, yaxın şərqdəki, təbii ki, yaxın şərqə ən yaxın olan ərazilər Balkanlardadır, Kiprdə həmin bazaları hədəf alacaqlar və bu da proseslərə əslində planlı yanaşmanın, yəni Amerika Birləşmiş Ştatlarının proseslərə mürəkkəb strateji oyun kimi baxdığını göstərməkdədir. Beləliklə, hazırki mənzərə Birləşmiş Ştatların yaxın şərqdən tamamilə çəkilməsindən daha çox hərbi mövcudluğun formasının dəyişdirilə biləcəyini göstərir. Körfəzdəki böyük bazaların İran qarşısında yaratdığı risklər Vaşinqtonu daha çevik yerləşmə modelinə sövq edə bilər. Xüsusilə Hörmüz boğazı, İsrailin təhlükəsizliyi və körfəz müttəfiqlərinin müdafiəsi Vaşinqton üçün hələ də mühüm prioritet olaraq qalır.